Misala baxaq. Burada BD-nin tənbölən olduğunu qeyd eləyib. Bu hissədə də görürük. BD tənböləndir. Sonra AB-ni 6 verib, BC-ni 9 verib, CD-ni 2x verib, AD-ni x plus 1 verib. Baxın, biz bilirik ki, tənbölən qaydasına görə nə edirik? BC-nin CD-yə nisbəti bərabərdir AB-nin AD-yə nisbətinə. Yəni 9-un 2x-ə nisbəti bərabərdir 6-nın x plus 1-ə nisbətinə. Çarpaz vursaq belə olur 12x bərabərdir 9x plus 9-a. 9x-i sol tərəfə keçirsək, minus kimi keçdiyinə görə qalır 3x bərabərdir 9-a, x də bərabərdir 3-ə. Deməli, x-i 3 tapdıqsa da bu hissə olur 3 2-yə vururuq 6, bu hissə olur 3-ün üzərinə 1 gəldik 4. Sonra bizə ABC-nin perimetrini istəyir. Yəni, ümumi üçbucağın perimetrini 9-un üstünə 6 gəlirik. Eləyir 15, üzərinə gəlsin 6, 4 də buradan 10. Yəni, eləyir 25. Ümumi cavabımız 25.